Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferece. İştiratü teklif bil kudre bi ma'na ahar. Təklifdə qüdrətin şərt olunması başqa bir mənası ilə. Ötən dərslərdən bizim üçün aydın oldu ki, hər bir təklifin əsas mühüm şərtlərindən biri budur ki, insanın güc satsın. Güc satılmayan şey insanın boynuna təklif qoymaq olmaz. Fərqi yoxdur. İstər qeyd olunsun, o qeyd olur, ya qeyd olunmasın, ağıl dərk edir. Ağıl dərk edir ki, uşağın boynuna əgər 50 kilo götürə bilmirsə, onun 50 kilo yükü qoymaq olmaz. Əgər mən gün ərzində, məsələn deyim, 1000 rükət namaz qıla bilmərəmsə, məndən 1000 rükət namaz tələb oluna bilməz. Mənim qışlarım ağrır, ayaqsa dura bilmirəmsə, məndən ayaqsa namaz tələb və ilə axır və s. Bunlardan danışdıq. Deyir ki, fiqdə başqa bir formada da bir iştiratül qüdrə var ki, əgər o keçən dərslərdə oxuduğumuz qüdrətin adını istilah olaraq desək ki, iştiratül qüdrə bil mənəl əxəz, bunda adı gəlin qoyaq, iştiratül qüdrə bil mənəl əhəm, istilah olaraq bu cür adlanır. Nədir o şey? O bu şeydir ki, insan mümkündür eyni vaxtda, nədir, həm eyni bir işləmdir, bunu da görə bilər, onu da görə bilər. Amma bir yerdə cəm eləyə bilmir. Qüdrətindən xaricdir. Məsələn, deyək ki, bir nəfər düşdü suya boğulur. Aydın oldu. Mən əgərsə ümumən üzməyi bacarmıramsa, bu olacaq qüdrə bilməliyəm. Məndən Allah deyə bilməz ki, düşman çıxardı oradan. Uzatmıram, mən yüzə bilmirəm. Yüzsəm özüm boğulub öləcəm. İndi həmən o müsəlman oradan çıxartmaq təklifi var boynumda? Yox. Mən əgər yüzə bilmirəmsə, bir nəfər suda boğulursa, getsəm mən də boğulacamsa, mənim boyda təklif yoxdur. Bu heç bunu danışmışdır. Amma indi 2 nəfər boğulur, mən də bunun birini çıxarda bilərəm, ikincisini çıxarda bilmərəm. Eyni vaxtda bir nəfəri gücüm çatar. Biri öləcək. İndi məndən tələb oluna bilər ki, ikisini də çıxartmalısan. Niyə? Çünki birinə qüdrət var. Bunu buraxsam, bu öləcək, bunu buraxsam, bu öləcək. Axır birini çıxarda biləcəm. Bu cür qüdrətin şərt olunmağına ki, həmən vaciblərdən birini yerinə yetirmək gücün çatır. Bir neçədən vacibdir və fərzimiz də budur ki, bir-birinə bərabərdirlər. Belə halları deyilər təzahüm halları. Bir-birindən vaciblər birinə ziddiyyət təşkil edən hallar. Birini yerinə yetirəndə o birisi boynuna düşür, bunu da yerinə yetirəndə boynuna düşür. İkisini belə cəm eləyə bilmirəm. Məlum oldu? Deyil. Əgər bunlar fərz eləsək ki, bir-birinə bərabərdirlərsə, fərqi yoxdur, hər hansı birini icra eləsəm, eləmişəm. Amma yox, əgər biri o birisindən daha əhəmmiyyətlidirsə, o əhəmmiyyətlə əhəm, orada elə mühüm. Bu halda əhəm, istər mühümmi eləyəm, istər eləməyəm. Əhəm həmişələdir mənim boyumdadır. Amma əgərsə qəsd elədim ki, əhəmmi tərk eləyəm, onda nə olacaq? Mühüm məsələdir, mənim boyuma gələcək. Məsələn, deyək ki, fərzən, bir dəfə təsəvvürdə ki, hər ikisi şiədirlər. Elədir? Hansını çıxardısan, çıxart. Hər ikisi sünnidirlər. Hansını çıxarsan, çıxar. Çünki hər ikisi müsəlman. Birindən biri şiə, biri sünni. Amma birdən biri şiədir, biri sünni. Şiə əhəmdir. Çünki şiə əhəmdir, sünni mühümdür. Hər ikisi müsəlmandır, hər ikisinin qanı hörmətli, hər ikisini qorumaq mənə vacibdir. Aydın oldu. O mühüm ki var, deyim, sünnini oradan çıxartmaq, onu çıxartmaq qəsd eləməyəm nədir? Əhəm mənim boynumdadır. Amma indi birdən, məsələn, fərzən belə deyək, dedim ki, onunla mənim düşmənçiliyim var, onu çıxartmayacam. O şiəni çıxartmayacam orada. Onda avtomatik gələcək. Döndüm məsələn sünniyə tərəf. Əhəmmi tərk eləyəndən sonra mühümün vacibli boyuna gəlir. Buna deyək tərəfdir, rütbə ilə. Aydın oldu. Əsl birinci rütbədə nə durmalıydı? Əhəm. Amma mühüm haçan əhəmmin yerinə keçir, o vaxt ki, əhəm tərk olunur. Məlum oldu. Buna deyək təzahüm. Təzahüm bəhsi üsulun ən gözəl, ən şirin bəhslərindəndir və çox da həyatda qabağa çıxan bilən şeylərdir. Çünki həyatda təzahüm dünyasında yaşayırıq. İstər fərdi həyatımız olsun, istər ailəvi həyat olsun, istər ictimai siyasi həyatda dərhal neynisən, əhəm mühüm söhbəti gəlir qabağa ki, hansını qabağa verir. Buna görə də həyəvi bir şeydir, yəni canlı bir bəhsdir. Bir var elə bəhslər var ki, insan qabağına çıxmıyor ki, bir də bu hər gün həyatda insanın qabağına çıxa bilən bir şeylərdir. Bu ümumisi yavaş-yavaş gedə görə söz nə çıxır qabağımıza.
Mərrə bina ənə təklifə məşrutun bil qudrə və kunnə nuridu bihəl qudrə təkviniyyə. Qəsdimiz təkvinə həqiqətdə güc satmaqdan söhbət. Və hada yəni ənə təklif la yeşmilul aciz. Acizin boyuna təklif qoymazlar. Təklif acizə şamil deyil. Və kəzalikə la yeşmil aydan mən kənə qadirən əl-imtisal. Və həmçinin də təklif şamil olmaz o qüdrətli insana ki, o işi görmək gücü satır. Lakinnəhu məşğulun fi'lən bimtisali vacibin axər. Hal-hazırda başqa bir vacibinə məşğuldur. Mudaddin ləhu. Onun ziddiyyədən bundan başqa bir vacibdir. La yəqillu anil əvvəli əhəmmiyyətə. Birincidən əhəmmiyyət cəhətindən aşağı deyil. فإذا وجب إنقاذ غريق يعذر المكلف في ترك إنقاذه إذا كان عاجزا تكوينيا. Əgər deyir ki, bir nəfər suda batırsa və mən də onu çıxartmağa acizəmsə, mən məzuram, boynumdan üzür, yəni o məsuliyyət götürülür və məzur oluram. Çünki mən təkvinən acizəm, çünki onu çıxarda bilmirəm orada. Bu təklifdən acizdir, birinci məsələ. O danışdıqlarımız ki, vardı keçən dərslərdə, ona aiddir. Yəni, la yumkin, təkliful aciz. Bu aciz, suya düşsə, boğulub öləcəksə, demək, onda o suda boğulan da çıxartma, bunun boyunda yoxdur. Kəma yuəzzər izə kənə qadirən və lakinnə iştəqələ bi inqazi qəriqin axır. İndi, bu dəfə isə gücü satır üzməyə, adam çıxarda bilir, amma başqa bir müsəlman deyir, oradan çıxardır, onunla məşğuldur. Mumathilin biinqazi qəriqin axir mumathilin. Buna bərabər olan. Əla nəhvin ləm yəbqə bil imkan inqazi qəriqil əvvəl məhu. İkinci batan oradan çıxartma da imkan qalmayıbdır. Qaranlıq bir şey yoxdur ki burada. Və hâzə yəni ənə kullə təklifin, hər bir təklif məşrutun bi ədəmil iştiqal bi imtisalin mudaddin. Hər bir təklifin şərtlərindən biri budur ki, ona zidd olan başqa bir təkliflə qabaq-qabağa gəlməsin, eyni vaxtda düşməsin, təsadüf eləməsin. Ki, həmən o mudad la yəqillu anə əhəmiyyətən. Birincidən, əhəmiyyət baxımından az deyilən birinə bərabərdir. Və hədəl qeyd dəxilun fit təklif bi hukmil əql. Əql bunu bu cür hökm edir. Mən iki dənə boğulan sudan çıxarda bilmirəmsə, mən birini çıxardacam, hansı batacaq. Əql bu cür deyil. Və hədəl qeyd dəxilun fit təklif, təklifin şərtlərindəndir daxil o təklifə bi hukmil əql. Və ləv ləm yüsərrih bil mevla fi xitabı, hətta xitabda qeyd olunmasa da belə. Kəma huvəl hal bəli, bu ki bi hukmil əql və ləv ləm yüsərrih bil mevla fi xitabı. Hətta Mövla öz xitabında bunu qeyd eləməsə də belə ağıl hökm edir. Əgər mənə Mövla deyir ki, batan müsəlmanı çıxart. Hətta qeyd eləməsə də ki, əgər eyni vaxtda ikisi varsa, birinə güc satsa, birinə güc satmasa, birinin qabağında məsuliyyət daşıyırsan, bu sözü deyəməsə də belə, mənim ağlım kəsir. Kəmə huvəl hal fil qudrət təkviniyyə. Təkvini qudrətdə də elə məsələ bu cürdür. Və nutbiq ələl qudrə ət-təkviniyyə. O keçən dərslərdə öyrədiyimiz qudrətin adı nə qoyaq? İsmi əl-qudrə bil-mənil əxəs. Və alə ma yeşmul hâzəl qeyd. İndi buna da şamil olan halına da olsun əm. Yəni o qudrətə də şamil olsun bu qudrətə də. Olsun. Və alə ma yeşmul hâzəl qeydil cədid ism əl-qudrə bil-mənil əm. Demək onda sabah şəhid sədr Rıdvanullah əleyh burada bu kitabda, başqa bir kitabında deyəndə ki, əl-qudrə bil-mənil əm. Nə deməkdir? Onu qəsd edir ki, yəni həm o, həm bu. Qudrə bil-mənil əxəs, yəni o əvvəlki qudrət. Təkliful aciz. Aydın oldu. La yumkin təkliful aciz, ona deyir qudrə bil-mənil əxəs. La yumkin təkliful aciz, üstə gəlinsin. La yumkin ən yükəlləfəl mükəlləf bi fi'lin huvə məşğulun fihi, bi fi'lin mudadin ləhu la yəqillu anə əhəmmiyyətən. İkisinə bir yerdə nə deyəcək? Təklifin əl-əm. Vəl-burhan ələ hədəl qeydil cədid. Bu təzə bu qeyd ki, dedi, başqa bir iş ki, ondan la yəqilləhən əhəmmiyyətən olmasın, ona məşğul olmasın. Bu qeyd ki, qoyduq orada. Ənəl mevla izə əmərə bi vacibin və cəalə əmrəhu mütləqən. Mevla bir şey əmr elədi və əmri mütləq qoydu. Hətta li halətil iştiqal bi imtithali mudadin la yəqillu anhu əhəmmiyyətən. Hətta şamil oldu, itlaq ilə şamil o yerlərə ki,
Mən dedi ki, çıxartmalısan. Aydın oldu. Başqa bir qeyd yoxdur. Elədir. İtlaqından nə çıxır? İstər bunu çıxartma, onu da çıxartmalısan. Düzdür? Batan müsəlmanı sudan çıxartmalısan. İtlaqına nəyə şamildir? Əlindəkini də çıxartmalısan, obruzdan çıxartmalısan. İtlaqdan danışır o, əqildən danışır o. Əgər deyir, Mövla bir vacibə əmr etdi və cəal əmrəhu mutlaqən hətta li halətil iştiğal bi imtisali mudaddin, hətta o imtisalla məşğul olsan ki, buna ziddinədir, la yəqulu ən əhəmmiyyətən. Əhəmmiyyət baxımından birbirindən az deyirlər. Fəin əradə bizalikən yəcmə beynəl imtisaliyin fəhvə qeyru məqul. Əgər məqsədi buymuş Mövlanın, sən gücün çatmadan iki batanı bir dəfəyə çıxartmalısan, məqul deyil. لأنه غير مقدور للمكلف وإن أراد بذلك أن يصرف المكلف عن ذلك الامتثال المضاد eğer deyil bunu deməklə məqsədi bu idi ki o ziddi olanda yəni məsələn mən ki əli ilə məşğulam Zeyd də böyründə batır bunu deməklə məni başa salmazdı ki sənin boyunda olan əlidir daha Zeydə ehtiyac yoxdur bunu demək istəyirsə bunu ki ləğv olar ağlım kəsildi onsuz da ya Zeydi çıxardalım ya əlini. Və in əradə bizalkən yəsrifəl mükəlləf, mükəlləfi sərf eləsin, yəni qaytarsın, ən zalikəl imtisalil mudad, o ziddini olan imtisaldan, fəhəzə bila mucibin, mənasız bir şey olur, mucibi yoxdur burada. Yəni bila hədəfin, bila qayətin, mənasız, bil ləğvən yəni. Bə'də iftirad ənəhu mütəsaviyyəni fil əhəmmiyyə, bunun əhəmmiyyətə bərabərlər. Fəla buddə idən min əxzil qeydil məzkur. Onda deyir hökmən, o qeydi olmalıdır ki, indi ki, bunlar birinə bərabərlə sans seçmişəm, ikisindən birini seçmişəm, bunda deyir ki, la yəqillu ənə əhəmmiyyətə. Bəli, əgərsən, mən Əlidən yapışdım çıxartmağa, başa bayaq dedim ki, Zeyddən yapışdım çıxartmağa, sonradan bildim ki, bu sünniymiş, Əli isə şiyeymiş. Onda nə olacaq? Həmin o qeydin faydası olacaq, la yəqillu ənə əhəmmiyyətən. Orada nədir? Yaqillu anhu əhəmmiyyətən. Onda bunu buraxır. Gedib obrazını çıxardacaq. Və min huna yu'raf ənə thubutə əmreyni biddiddeyn müstəhilun. Buradan da başa düşürük ki, iki dənə zid şey eyni vaxtda əmr eləməyin sabitliyi müstəhildir. İzə kənə kullu minəl əmreyn mutlaqən. Hər ikisi əmri mütləqdir. Əgər bir olsa. Lihalətil iştiğal bir imtisal əmri l-axər aydan. Hətta başqa iki dənə şey bir-birinə bərabər olduğu halda birinin əmrinə məşğul ikən o birisinin də vacibi sənin boyunda olmağı müstəhildir. Bərabərdən aşır ha. Buradan da başa düşürük ki, iki dənə bir-birinə bərabər olan vacib eyni vaxtda sabit ola bilməz. Belə ki, biri ilə məşğul olduğun halda o birisinin də vacibi sənin boyunda qalsın. Belə bir şey müstəhildir. Bir də bax cümləsinə. Və min huna yu'raf ənə thubutə əmreyn. Sənə əmr gəlib, nəyə? Biddiddeyn. Müstəhilun. Belə bir əmrin ziddeynə yönəlmiş əmrin sabitliyi müstəhildir. Haçan? İzə kənə kullu minəl əmreyn mutlaqən. Belə ki, hər bir əmr əlini xilas elə. Zeydi xilas elə. İki dənə xitab yönəlib sənə. Əli ilə Zeyd birbirine bərabərlə və ikisi də eyni vaxtda səndən tələb olunur. Bu müstəhildir. Belə ki, İzə kənə kullu minəl əmreyn mutlaqən. Belə ki, mütləqdir. Lihalətil iştiğal bir imtisal əmri l-axər aydan. O birisi ilə məşğul olduğun hala da şamildir. Çıxartsa onda boyundadır, çıxartmasa onda. Eyni zamanda. Deyir ki, əlini çıxartsan da, çıxartmasan da Zeydin çıxartmaq sənin boynundadır. Zeydi çıxartsan da, çıxartmasa onda əlini çıxartmaq sənin boynundadır bu cür birbirine. Bu müstəhildir. Və əmma izə kənə kullu minhuma muqayyedən bi'ədəmil iştiğal bil-axər. Amma gəlir ki, birinin imtisalı, o birisinin tərk imtisalından asıldısa, onda heç problem yoxdur. Əlini çıxart, əgər Zeydi çıxartmırsansa. Zeydi çıxart, əgər əlini çıxartmırsansa, məlum oldu, onda problem yoxdur. Və əmma izə kənə kullu minhuma muqayyedən, hər biri muqayyəddir, bi'ədəmil iştiğal bil-axər. O birisinin məşğul olmamaqla şərtlənibsə, əv kənə əhəduhuma kəzalik, ya da biri, tərəflərdən biri şərtlənibdir, fəla istihalətə istihalə yoxdur. Bayaq dediyimiz ki, məsələn, o yerdə ki, biri əhəmiyyət dedi. Məsələn, deyir ki, əli şiyədir. Deyir ki, əlini çıxart. İstər Zeydi çıxardırsan, çıxartmayasan. Aydın oldu? Zeydə gələndə, deyir ki, Zeydi çıxart, əgər əlini çıxartmasın. Onda ola bilər. Çünki bir obrazın daha əhəmiyyətlidir.
Əv kan əhaduhuma yəni əhaduhuma əhəmdir də, yəni daha işləşidir. Fəla istihalədə belə olanda istihaləsi yoxdur. Və yuqal ənəl-əmreyni bid-diddayn hinəydin innəhum məc'ulan əla vəcih tərəddüd. İki dənə şeyə bu cür əmr, iki zid şeyə bu cür əmrin yönəlməsinə deyirlər məc'ulan əla vəcih tərəddüd. Tərəddüd formasında cəl olunmuş vaciblər. Tərəddüd nə deyir? Rütbə ilə. Bəli. Yəni, əgər mütəsaviyə indisə, hər birinin imtisalı o birisinin ədəmül imtisalına mütəalləqdir. Mütəvəqqifdir. Müqəyyətdir yəni. Əgər musavidirlərsə, hər birinin imtisalı o birisinin ədəmül imtisalına mütəvəqqifdir. Amma əgər biri əhəm, biri mühümdürsə, əhəm mühümün tərkinə nədir? Mütəvəqqif deyil. Mühüm isə əhəmin tərkinə mütəvəqqifdir. Hə. Deyir ki, və innə hədə tərəddüd huvəlləzi sahhə cə'ləhumma. Həmən bu tərəddüd ki var, bu şərt ki, Mövla qoymasa da ağıl dərk eləyir, onu artıq müstəhillikdən çıxardır, məqul bir şey eləyir. Məsələn, fərzən belə deyir. Mövladan əmr gəldi ki, batan möminləri çıxardın. Mən görüm ki, məsələn, 50 nəfəri batır, mən də bunun 5-ini çıxarda biləcəm. Yerdə qalan 45-i batacaq. Burada bir müstəhillik var? Yox. Ola bilər ki, Mövla bir dəfə özü bu cür təqyid eləyər. Yəni, əqlin düşünəcəyi şey özünə ibraz eləyər. Gücün çatan gələr. Ənqidil qərqa bistitaatikə minhum. Aynı oldu. Bir də ənqidil qərqa. Buraxar mənim əqlimin öhdəsinə. Əgər əqlim bu cür başa düşürsə ki, bunlar bir-birinə bərabərdir. Gücüm çatan qədər hansını çıxartsam təklif öhdəmlə düşübdür. Çünki hər birinin imtisalı çıxartılar. O bilən tərkindən nədir mütəvəqqifdir. Əgər onu tərk eləmişəmsə, bunu çıxartmaqla haqqım vardır. Və yaxud da ki, əhəmlərini çıxartmışam, mühümlər qalıblar. Bunu deyir ki, bu cür ağlın düşünməsi artıq həmən mənə yönələn əmri ləğvlikdən, istihalədən çıxardır. İstihalə nə vaxt olar? Əgər eyni vaxtda gücüm çatmayan iki imtisalı məndən istəsən. Və inə həzə tərəddüd huvəlləzi səhhəhə cə'ləhuma. Həmən bu tərəddüd ki vardı, birinin iştiğalı, o birisinin ədəmli iştiğalına müqəyyətdirsə və yaxud da ki, əhəm mühümlə müqəyyəd olmur, mühüm isə əhəmin tərki ilə müqəyyəd olubsa, bu cür ağlın dərk eləməsi həmən mütləq xitabların səhihliyi üçün nədir? Onu düzə çıxardan, o səhihləyən bir amillərdəndir. Təshih eləyən amillərdən. Alə hədəl vəcih. Və həzə ma yəhsəl fi kulli halətin yuvacihu fiyhəl mükəlləf vacibeyni şər'iyyəyn. Və yəkunun qadirən la imtisali kulli minhuma bimufrədihi. Bu dediklərimiz harada dərdimizə dəyir? Bütün o halətlərdə ki, mükəlləf iki dənə vacibinə qarşılaşıb, müfrədlikdə, yəni təklikdə hər birini yerinə yetirə bilir, amma cəm eləyə bilmir. Aydın oldu? Və lakinə qeyri qadirən ləl cəmi beynəhuma. Fə innəhuma İn kana mütəkafiəyni fil əhəmmiyyə. Məsələn, fərzən belə deyək. Deyək ki, mənim 2 nəfərə borcum var idi. Biri deyək Kərbəladadır, biri Bağdaddadır, məsələn. Hər ikisində sabah vaxtıdır. Heç bir üstünlükdə yoxdur. Bəli, müsavidirlər. Müsavidirlər. Kərbəlaya getsəm, Bağdada gedəməyəcəm. Bağdada getsəm, Kərbəla və bu borcu ödəmək mənə vacibdir, məsələn. Və lakinə qeyri qadirən ləl cəm beynəhuma. Fə innəhuma in kana mütəkafiəyni fil əhəmmiyyə kana vücubu kullin minhuma məşrutun bi ədəm imtisal axər. Hər birinin vacibliyi o birisinin tərkinin asılıdır. Kərbəlaya getməyim, Bağdadı tərk eləməyim asılıdır. Bağdada getməyim, Kərbəlanı tərk eləməyim asılıdır. Və in kana əhədum əhəm minəl axər. İndi biri o birisindən daha əhəmiyyətlidir. Məsələn, fərzən misal deyək. Biri borcu məsələn fərzən vermişdi. Demişdi ki, filan vaxtı qaytarsan. Biri demişdi, həmən vaxtı qaytararsan, onu qaytarmasını genələ özün bilərsən. Yəni, mənə bir güzəşt vermişdi. Onda o birisinin şeyini əhəm. O ki, mənə güzəşt verməyən həm olacaq o birisinin. Aydın oldu. Hər ikisinin vaxtı həmən gün, amma birində bir güzəştliyi vardı, birində güzəşt yox idi. Bunda nə olacaq? Hansı o əhəm olacaq ki, mən demiş ki, filan vaxt mənim pulumu qaytararsan. Və in kana əhaduhum əhəm minəl axər milakən fəvücubul əhəm qeyru müqəyyəd bi ədəmil ityan bil əqəl əhəmmiyyətən, yəni əl-muhim. Belə olan halda فإن كان أحدهم من أهم من الآخر ملاكا فوجوب الأهم أهم vacibliyi, mənim boyumda olan vacibliyi qeyri müqəyyədin, qeydlənməyib bi ədəmil ityan bil əqəl əhəmmiyyətən.
əhəmiyyət baxımından əqəl, yəni mühimi yerinə yetirməməklə qeydlənməyib. Nə demək yerinə yetirmək? Yəni istər yerinə yetirmək o mənim boynumdadır. Aydın oldu. Və lakin vücubul mühim, amma mühümün vacibliyi müqəyyətdir. Asılıdır nədən? Ədəmiyyətdən bil əhəm. Əgər əhəmi tərk edilmir. Ta ki, Kərbəladakı borcumun yəsi qısnaşdırmışdı, həmən gün verməlisən. Mənim güzəşt qoymamışdı. Mənim vəzəm onu icra eləməkdir. Amma dedim, getməyəcəm onun acığına. İndi ki, mən üsyan elədim. Onda durub, bu vacib olacaq. Onsuz da getmirsən, doğru. Biz sənə, Allah deyəcək, sənə mən Bağdada getməməyə icazə verdim ki, Kərbəladakı borcu ödəyəsən. Getmirsənsə, çıxıb bir Bağdada ödəyəcəksən. Deməli, onda o mühüm haçan meydana çıxır, əhəm tərk olunan vaxtda. Əhəmin tərkinə ki, qəsd elədin, onda dönüm vacib olur. Və tüsəmmə hazil halət bi haləti təzahüm. Buna deyilər təzahüm haləti. Və qəd tə'təridu və təqul. Mümkündür bir ağlına gəlsin, bu işgal eləsin. Düşün, yaxşı. Fərzimiz budur ki, məsələn, 2 nəfər ölür, yəni 2 nəfər şəhərdə borcum var, hər hansı misal vursan vur. Dedin ki, bunun vacibliyi bunun tərkindən asılıdır. Bunun vacibliyi bunun tərkindən asılıdır. Yəni, hər birinin tərkində o birisi dönüb vacib olur. Mən indi ikisini tərk elədim, oturdum belə. Baxdırlar, mən dərim qoymuşam buna. Onda mənim boynum müstəhil oldu. Bunu tərk elədiyim üçün, əlini tərk elədiyim üçün Zeydin çıxarması vacib oldu. Həmən vaxtda. Zeyd də tərk elədiyim üçün əlinin çıxarılması vacib oldu. Yəni, mən indi hal-hazırda heç birisini çıxartmadığım halda həm əlinin, həm Zeydin çıxarılmağı məndən tələb oldu. Gücüm çatılmayan şey məndən tələb elədi şəriət. İndi mən çıxardığım kimi yoxdur elə. Aydın oldu. Hələ bu işqalliyən istəyir, işqallin başa düşər. Cavabı da hələ fikrə gəlmir, cavabı deyəcək nədir? Mən nə vaxt Zeydin çıxarılmağı boynundan düşürdü, əlini çıxartsaydı. Əlinin çıxartmağı Zeydin çıxarılmasına asılı idi. İndi heç birisini çıxartmadım. Hər ikisinin şərti düzəldi, düzəlmədi. Əlinin çıxartmağı vacibdir, o vaxt ki, Zeydi tərk edibsən. Zeydin çıxartmağı vacibdir, əlini tərk edibsən. İndi mən ikisini də tərk elədim, ikisinin də şərti doğruldu, doğrulmadı. O birisinin tərki idi. Deməli, onda mən oturmuşam burada, gücüm çatılmayan bir şey şari məndən istəyir. Müstəhildir. Əgər de bu işqali eləsin, cavabı bu olacaq ki, o müstəhillik zehn aləmində deyil, xaricdəki qüdrətdən danışır. Sən ki, heç nə tərk eləmirsən, səndən bir şey yoxdur ki, səndən tələb olunsun. Sən tələb olunan şey olsa tərk eləyibsən. Müstəhil odur ki, gücün çatmadığı halda səni assınlar, sonra ikisi də çıxar. Fərzi şeydən söhbət etmir, həqiqi real söhbətdən, real vaciblərdən söhbət edir, xarici aləmdən. Aydın oldu. Ona görə müstəhillik yoxdur. Müstəhillik o haldadır ki, məsələn fərzən belə deyək ki, sənin gücün çatmadığı halda yıxırlar bunu ki, bunu çıxardacaqsan. Buna deyirlər müstəhil. Amma mən oturmuşam, heç birisini çıxartmıram. O tərəddüd yenə də yerindədir. Əgər düşdüyün üstüne, yenə də biri səndən vacib olacaq. Yəni, imtisal məqamına gələndə sən də o istihalə ya ədəmli istihalə ortaya çıxacaqsan. Onun nə istihalə var, nə qeyrisən. Oturursan, kənardan baxırsan sən onunla. Məlum oldu. Və qəd tə'təridu və təqul innəl əmreyni biddiddeyn əla vəcihi tərəttüb müstəhilun. Deyir ki, tərəttüb formasında 2 dənə ziddeyinə yönəlmiş 2 əmr müstəhildir. Li'ənnəl mükəlləf fi halə tərkihi likiləddiddeyn. Əgər mükəlləf o ziddeynin hər ikisini tərk eləyərsə, yəkunu kullu minəl əmreyni fi'liyyən. Onda hər biri feili olacaq və sabitən fi haqqi fi zimməti, yəni haqqında zimməsində feili olacaq, sabit olacaq. Li'ənnə şərtəhu muhaqqəqun. Çünki hər birinin şərti doğrulub. Aydın oldu. Şərti nə idi? O birisinin tərki. Və hada yəni ennəl mükəlləf fi hadihil halə, mükəlləf bu cür halətlərdə yutləb minhu kiləddiddeyn və huvə muhalun. Onda hər ikisini tərk elədiyi halda hər ikisi bundan istəyir, bu da muhaldır. Vəl cavab ələl-i'tirad. Bu etiraza belə cavab deyirlər. Ennəl əmreyn vəl-vücubeyn və in kana fi'liyyəyni mə'ən fil halətil məzkurə. Düzdür deyir ki, feili olur. Yəni, hər ikisinin şərti doğrulduğu üçün feili olur. Lakin la məhzurə fi zalik. Amma deyir ki, bu məhzur deyil. O ki, deyir, müstəhildir. Müstəhil xarici aləmdə ki, misalına gedir. Zehni aləmdə ki, yox. Aydın oldu. Məsələn, bu istəyirəm ki, zehni yaxınlaşdırmaq üçün deyəm, misalım səhv misal, amma zehni yaxınlaşdırmaq üçün. Mənə sübh azanı verilən kimi sübh namazı mənə vacib oldu. Evdə qıla bilərəm, qıla bilmərəm. Məsciddə qıla bilərəm, qıla bilmərəm. Həyətdə qıla bilərəm. 10 dənə yer təsəvvür elə. İstədiyin yerdə qıla bilərəm, qıla bilmərəm.
O ki müstəhildir, həmən 2 rükət namazı hamısından bir dəfəyə qılmaq müstəhildir də. Aydındır. Nə qədər qılmamışam deyə bilərəm sənin boyunda evdə namaz qılmaq var? Yox. Axı namazların biri sənin boyundadır. Bəli. Durdum evdə qılmaq, o birisi düşəcək. Sən də suya düşdün çıxartmağa, suda çıxardan zaman səndən ikisini istəsələr desən müstəhildir. Sən oturursan burada deyirsən ki, ikisi də hə, düzdür, ikisi də səndən tələb olunur. Amma ikisi tələb olunur nə mənada? Birini çıxardın, o birisi avtomatik düşəcək qüvvədən. Necə ki deyirəm, sən hal-hazırda boyunda 10 cür namazdan biri var. Bəli. Axır birini qılın, o birlə düşəcək də boyundan. Bəli. Yəni deyirəm, misalın batil misalda, zehni yaxınlaşdırmaq üçün deyirəm. Sən çöldə oturubsan, düzdür, vücublar feiliyyətə çevrildi, hər iki sənin boynundadır. Amma müstəhillik törədən bu deyil ki, adamı sudan çıxartmaq müstəhildir. Vücubların boynuna yazılmağı müstəhil deyil ki. Bəli. Müstəhil nədir? Gücün çatmadığı halda iki adam oradan çıxartmaq müstəhillik yaradır. Və deyəcək ki, hökman çıxartmalısan onu oradan ikisində. O müstəhil. Amma əgərsə sən tutaq ki, məsələn, fərzən deyək ki, əli qoyubsan qoyunu ikisi də boğulur orada. Bəli ki, vücub da sənin boynundadır. Burada bir müstəhillik bir şey yoxdur. Vəl-cavab ələl-i'tirad ennəl əmreyni vəl-vücubeyn və in kana fi'liyyeyn. Düzdür, feilidirlər. Məən fil halətil məzkurən, hər ikisinin tərk olunduğu halda. Məzkurən hər ikisinin tərk olunan halda. Və lakin la məhzurə fi zalik. İz madamə imtisalu əhədihima. İndi ki, birinin imtisalı yənfi şərtəl-axər və mevdu'ahu. Birindən yapışan kimi o birisinin şərti və onun mövzusu aradan gedəcəksə və bittali yənfi fi'liyyətəl vücubil axər. Birinin feiliyyəti, o birisinin feiliyyətini aradan aparacaqsa, vücubunu aradan aparacaqsa, fəla yəzə min ictimail əmreyn. Onun ictimail əmreyn baş verməyəcək. Ən yəkunəl mətlub minəl mükəlləf ma la yutaq. Ki, nəticəsi deyəsən ki, mükəlləfdən taqəti olmayan şey istənilir. Yox. Həmən ki, əli atdın əliyə tərəf, da vəlinin sudan çıxarmaz, onun boynuna düşdü. Zeydun, məsələn. Və huvəl cəm beynəddəddin. Nəydi o ma la yutaq? Cəm beynəddəddin. Ortaqasından istənilməyibdir. Və lihada ləv furidəl məhal. Hə, deyildi. Qoy, sən deyib bu cür deyim. Sən fərzi bir şeydir, mən də fərz deyirəm. Fərzən birdən müstəhillik baş verdi. Sən deyir, məsələn fərzən deyək, iki adam bir vaxtda çıxarda bilmirsən. Birdən məsələn fil-filo elədin, nə elədinsə, ikisini əli atdın, belə çıxartdın, atdın çölə. Sən müstəhil bir şeydir. Sən ikidən əmri yerinə yetirməyibsən ki. Yəni, məsələn fərzən belə deyək, misal fərzən. Allah Taala hər vacibə görə 100 cənnət neyməti verəcəksən. Məsələn deyirəm, o demirəm. Səndə 200-ü düşməyəcək, 100-ü düşəcək. Çünki sən bir vacib yerinə yetiribsən. Həmən ki işə başladınsa, sənin boyunda başladığın iş olur, o birisi yox. İndi sən Allah lütf edir o birisinə görə səndən sən mükafat verərsə verir, o sənin vacibin deyildi. Əgər müstəhil baş verərsə, ay sağ ol. Müstəhil baş verərsə, ikisini də xilas eləyərsənsə, iki vacib də yerinə yetirə bilərsənsə, teyyürlərlə getdin Kərbəlayıdan da məsələn deyək Bağdada da, məsələn. Onda deyək, sən boyunda bir vacib düşəcək, iki vacib yox, çünki sən boyunda bir dənə vacibdir. Aydın ikisindən biri. Və lihada ləv furidəl məhal, fərzul məhal, leysə məhal, əgər məhalı fərz eləsək, fərzən və sədərə kiləd-diddeyn minəl mükəlləf, mükəlləfdən iki dənə o ziddeyn baş verdi, iki dənə o batanı çıxartdı ya, iki dənə müxtəlif şəhərə gedə bildi eyni anda. Ləma vəqə alə vəcihil vəqə'a, təsniyada, ləma vəqə'a, bu iki dənə vacib, vaqi olmayacaqlar, ələl vəcihil mətlubiyyə mən, ikisi də birlikdə səndən mətlub şəkildə vaqi olmayacaqlar. Fələysəl mətlub xaricən ən hududil qudrə, mətlub, sənin xarizdəki qüdrətin hüdudundan kənar olan bir şey deyil. Yəni, xarici aləmdir meyar, nəinki fərz aləmi. Fərzən sənin boyun içindən vacib var. Amma xaricdə çıxarılan zaman ki, birinə tərəf yönəldirsə, olursun, vacib düşəcəkdir, onda sənin boyunda müstəhil qalmayacaq. Müstəhil olur ki, səndən həmən vaxtda çıxardan zamanda feil məqamlı iki şey istənilsin. Amma feilə başlamıyorsun, mümkünən 10 dənə şey istənilsin. O müstəhil olmaz ki. Məsələn, fərzən belə, indi deyirəm ki, filan işdə gör, filan işdə gör, filan işdə, filan işdə gör. Burada müstəhillik var. Eyni anda istəsəm, sən durub iş görən zaman istəsəm, ondan müstəhil olacaq. Sadəcə vacibin boyuna gəlmə, eyni vaxtda boyuna gəlmək nədir? Müstəhildir. Və bihada yəttədih ənə imkan vüqu'l əmrin bil-diddeyn, beləcə aşkar olur ki,
iki dənə zidd şeyə, iki dənə əmrin yönəlməyinin mümkünlüyü, əlavə ki, tərəddüd formasında. Yəni nə demək tərəddüd? Deyir ki, imtisalu əhədihima məşrutun bi ədəm imtisal axir. Ona deyir tərəddüd. Tərəddüd formasında iki zidd olan şeyə, iki müxtəlif əmrin yönəlməsinin vaqe olmağının mümkünlüyü və ictimauhuma ma'an və bir yerdə cəmləşməsi nəşəə min xüsusiyyəti tərəddüd beynəhuma, onların ortasında, arasında olan tərəddüddən, yəni rütbə məsələsindən qaynaqlanır, xüsusiyyətin irəli gəlir. Əy min xüsusiyyəti kavni əhədihima, birində olan, min xüsusiyyəti kavni əhədin, belə ki, bu xüsusiyyət ki, birinin olmağı, əv kullin minhuma bi imtisalihim, hər biri öz imtisalına yerinə yetirilməsi ilə nafiyən li mövzu ilə axər, o birisinin mövzusunu nəfi eləyir. Tərəddüd o deməkdir ki, ya biri o əhəm, ya da ki, hər ikisi əgər bərabərdirsə, biri deyəndə məqsəd əhəm mühümdən danışır. Hər ikisi də yəni iki dənə birbirine bərabər, iki dənə mühümdürlər, yəni əhəm mühümü yoxdur. Əgər birinin, xüsusiyyət buradadır, əgər birinin imtisalı o birisinin vücubun aradan aparırsa, bu nə deməkdir? Bu deməkdir, sənin boyunda bir dənə vacib olur. Bəli, əgər fərz əhəm mühüm fərzində əhəmmi tərk eləsənsə qəsd eləmədən, onda mühümün vacibi gələcək boynuna. Əy min xüsusiyyəti kavnu, bu xüsusiyyətdən irəli gəlir ki, kavnu əhədihima, onlardan biri, yəni nə əhəm. Əv kullun minhuma, əgər hər ikisi birinə bərabərdirsə, bimtisalihi, o yerinə yetirilməsi ilə nafiyən nəf eləyir li mövzu ilə axər. O birisinin mövzusun. Və mu'dimən li şərtihi, şərtin edam edir, ədəmə çevirir. Və bununla onda bir dənə vacib qalır boynunda, ikinci vacib olmadığı üçün müstəhil də olur. Və qəşəydə iş gedir qabağa. Elhamdülillah Rabbil alemin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed.